bugün bu tədbirə gələnlərin hamısına çox sağ ol deyirəm. Füzuli müəllim dediyi kimi bu cür hava şəraitində əziyyət çəkibsiniz, çox sağ olun. Onun iş yoldaşlarına, rayon rəhbərliyinə, başda Füzuli müəllim çox sağ olsunlar. Bizi bu bir ildə demək olar ki, tək qoymadılar. Rayon qazilərinə təşəkkür edirəm, çox. Elmir'in iş yoldaşlarına, onun ailəsi ilə maraqlandıqlarına görə rəhbəriyə çox sağ ol deyirəm. Məktəblilərə, hamıya. Heç kimin narahat olmağını vallahi istəmirəm, amma lazımdırsa oldu bu, çox sağ olun. Hamıza çox təşəkkür edirəm. Elmir mənim ağıllı balam idi, gözəl balam idi, savadlı balam idi. Mən onunla fəxr eləyirdim, onu ucalarda görmək istəyirdim, amma qismət olmadı. Bugün qismət oldu. Yenə də mənə deyirlər şəhid anaları bəxtəvər anadır. Əgər şəhidliklə mənə bəxtəvər ana deyirlərsə, neynək, onu da qəbul eləyirəm. Elmir'in bir sözü var idi, həmişə mənə deyirdim, amma vətən sağ olsun, İndi mən deyirəm, vətən sağ olsun. Allah oğlumun, bütün şəhidlərin, bütün şəhid analarına gözüm səbir diləyirəm. Allah öz səbrindən versin bütün şəhid analarına. Çox çətindir, çox. Övladları heç bir yanı Allah göstərməsin. Çox sağ olun. Yenə deyirəm, vətən sağ olsun.